Değerli izləyicilər, yeni bir həyət evi çəkib təqdim edirəm. Xırdalanda yerləşir. 119 saylı avtobusun dayanacağından 50 metr məsafədə. 3 otaqdan ibarətdir. Ümumi 1.2 sot torpaq sahəsində tikilir. Bir maşınlıq həyəti var. Burada belə qardırov üçün yer düzəldilir. Daxil oluruq evə, ev yeni təmirdən çıxıb, yaşayış olmayıb. Evin ümumi sahəsi 70 kvadrat metrdir. Burada mətbəxi yerləşir. Burada evin yataq otağıdır. Sanitar qovşağıdır. Burada ikinci yataq otağı yerləşir. Burada isə evin qonaq otağıdır. Sənəd bələdiyyədir. Qiymət 55.000 manatdan satışa çıxır. Ətraflı məlumat əldə etmək istəsəz, qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz.